Urana qılıçdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. Hüseyin Cavit. Biz həmişə sizinləyik. Qazax, Qırğız, Uyğur, Tatar, Azər bir soydur nidasıyla böyük kimliyini başı üzərinə qaldıran, dildə, fikirdə, işdə birliyi ilə uzun yolları qısaldan, zülmət gecələri işıqlı sabahlara qovuşduran, bizə özümüzdən danışan, bizi bizlər edən Dədə Qorqudumuz, Manasımız, Koroğlumuz, Xoca Nəsrəddinimiz, Orxon Yeniseyimiz, Divan-ı Lüğət-i Türkümüz, Qutatqu biliyimiz, Nizamimiz, Nəvaimiz, Mövlanəmiz, kimlik möhrünü milləti adına tarixə şərəflə həkk edən böyüklərimiz, bir kökdən, bir soydan boy verən, gün doğandan gün batana, varlığı ilə dünyanı şərəfləndirən, maddi mənəvi dəyərləri ilə insanlığa baş ucalığı gətirən xalqlarımız. Proqramımızın bu sayında hörmətli tamaşaçılarımız sizləri İraq türkmanlarının qədim qayım yurt yerlərinə, Ərbilə, Tuz Xurmatıya səyahətə dəvət edir. Uzun yolları yaxın edib, Kərkükdən Turan adına bizləri yad edənlərə də xoş gəlmisiniz deyibən, bu müqəddəs qardaşlıq bağlarının qurulmasında dəstəyini heç zaman bizlərdən əsirgəməyən, İraq Türkman ədəbiyyatının ən sədaqətli tədqiqatçısı Professor Qəzənfər Paşayevə də təşəkkürlərimizi yetiririk. Azərbaycana salamlar. Siyasetler, ideologiyalar iki kardeşi ayrı salabilir. Lakin mənəvi değerler, birgə mənəvi değerler hiç vaxt o kardeşlerin arasındaki münasibəti, o kardeşliği yok edebilmez. Biz indi İraq Türkmenlerinden danışırıq. Tarixə nəzər salanda biz o birliği görürük. Azərbaycanlı şairler, xalq şairləri, Rəsul Rza, Bəxtiyar Vahabzadə, şair alim Qasım Qasımzadə 1959-cu ildə İrak'ı ziyaret ettiler. Füzuli'nin qəbrini ziyaret ettiler. Ve o vaxtda onlar Kərkük'e gittiler. Kərkük'te Ata Tərzibaşı'nın 3 ciltliyini əldə ettiler. İraq Türkmen Xöyrətləri və Mahnıları ve onları getirenden sonra burada böyük məqalələr çıxdı. Şairlərimiz Kərkük'te olanda Mustafa Göygaya'nın mağazası var idi. Yaşlı kişiydi bu, yaxşı şair idi, xalq şairi. Onun mağazasında Sabir'in Hop-Hopnaməsində görmüşdülər. Ve sevinmişdilər. Ve o demiş ki, bu kitapları biz satmırıq. Bu kitapları gelip mağazada okuyurlar. Belə kitaplar bizdə bir neçə dənədir. Biri de Sabir'in Hop-Hopnaməsi. Yani bu kıymetli bir meseledir. Bundan sonra talih elə getirdi ki, mən İraq'a getdim. 1962-ci ildə enstitü qurtaran kimi məni İraq'a tərcüməçi göndərdilər. Və İngiliz
Rus dilləri üzrə. Mən gördüm ki, hara gedirəm, türkmenlərə rast gəlirəm. Bunlar danışırlar. Sonra Bağdadda onların türkmencə qismi yaranmışdı 59-cu ildə. Və mən hər gün saat 3-ün yarısında onların verilişinə qulaq asırdım. Gördüm, çox gözəl mahnılar oxuyurlar. Bir çox Azərbaycan mahnılar oxuyurdular. Hətta siz baxın ki, Əbdülvahid Gözəçoğlu Aşıq Pənahın Ay qız tavus kimi sən nə qəşəng bəzənmisən mahnısını oxuyurdu. Səməd Vurğunun Gülə-Gülə şeirinə mahnı bəstələmişdi, bunu oxuyurdu və o kitablarda indi var. Salıb kitablara notunu da götürüblər. Rəsul Rızanın Layla Balam Alayla 38-ci ildə yazdığı şeirləri və bir çox xalq mahnılarımızı Azəri türküsü adı ilə oxuyandan sonra mən bu yaxınlığı duydum, hiss elədim. Və bir şeyi də hiss elədim ki, folklor bir möcüzəymiş. Folklor insanların damarında axan canlı yaddaş imiş. O məhəbbət məndə orada yarandı və o məhəbbət məni bugün gətirdi, bura çıxartdı. Ömrümün 45 ilindən çoxunu mən İraq, Türkmen, yəni Azərbaycan folkloruna, İraqda yaşayanların folkloruna həsr eləmişəm. Onlar özlərini də, bizləri də Türkmen adlandırırlar və Türkmen ulu türk, qədim türk, əsl türk, möhtəşəm türk bu mənadadır Türkmen sözü və bizdə bir çox sözlər var ki, o da gəlib onu orman, bir axın meşə. Baxırsın, qocaman bir baxın. Bunların hamısı onu deməkdir ki, bu qədimliklə bağlı olan şeydir və hətta Nəsiminin də, Şah İsmail Xətaninin də Türkmen sözü ilə, etnonim ilə bağlı şeirləri var. Kənir ərəbin kök məskəni, onda ki Bağdad işrə Türkmen qonar. Bu Şah İsmail Xətaninin misralarıdır. Azərbaycana salamlar. Bin 1988 ilində Bağdada bir heyət gəldi. Nəbi Xəzri, yanında da arkadaşlar vardı. Orada bir şeir akşamı tertib elədik. Orada da mən bir şeir oxudum. Daha Azərbaycanı, Bakıyı görməmişdim. Bakıya gözəlləmə adında bir şeir oxudum. Görməmişəm, səni necə vasf edim? Xəyalımda cəddə sokaq dəgisən. Kərkük ağzında bir şeir yazmışdım. Nəbi Xəzri çox bəyəndi şeirimi. Ondan sonra bizim əlaqələr devam etdi. 1994 ilində Azərbaycandan çox böyük bir heyət gəldi Bağdada. Mən də orada heyətlə birlikdə bulundum. Bağdadda konsert verildi, işte şeirlər oxundu, Kərkük ziyarət edildi, orada da konsert verildi. Orada bütün büyük ədəbiyyatçılarla da tanışmış oldum. Ondan sonra Türkiye'de de gene bir takım Azerbaycan Türk dünyası çalışmalarında bulundum. Burada Irak Türkleri Medeniyet Müzesi'nin açılışını yaptık. Gazanfer Müəllimin əməkləriyle. Ondan sonra diaspora toplantılarına katıldım. Türk dünyası kongrelerine, kurultaylarına katıldım. Azerbaycan'la öyle yakından bizim bir alakamız var. Bugün de burada işte Azerbaycan Kərkük medeni alakalarını güçlendirmek için tekrar bir heyet olarak geldik. Burada bir takım konsertler verildi. Edebiyatçılar, yazıcılar birliğinde görüşme yapacağız. Bütün bunların hedefi, amadı bu alakaları güçlendirmek ve Azerbaycan vatanımızın
daha yaxından tanımaq. Bir də tabii ki Kərköydə türkmenləri də Azərbaycan xalqına tanıtmaqdır. Burada mən bütün Azərbaycana bütün Kərkükün səlamını, insanlarımızın hörmətini, sevgisini buradan ulaşdırmaq istəyirəm. Hər kəs sağ olsun, var olsun. Bizə çox dəstək oldular, kömək oldular. Türk dünyasının ortaq maddi-mənəvi dəyərlərinin qorunması, İraq-Türkman ədəbiyyatının təbliği və araşdırmaları ilə bağlı qardaş xalqın Azərbaycanda mükafatlandırdığı təşkilatlar arasında Azərbaycan televiziyasının Turan proqramının da yer alması verilişin yaradıcı heyəti olaraq bizi də ürəkdən sevindirdi. Azərbaycan Yazıçılar Birliyində mükafatların təqdim etmə mərasimi keçirildi. Tarixən biz bir bayraq altında olmuşuq, bir torpaq olmuşuq. Bilirsiniz, İraqlı tədqiqatçı olub İrmaq, Səid İrmaq. Onun bir kəlamı var, deyir ki, vətən torpağı kiçilib genişlənə bilər. Onun hüdudları darala bilər. Şan şöhrəti tapdalana bilər. Hətta dini dəyişdirilə bilər. O deyir, dəyişməyən bir tək varlıq var. O ana dilidir. Yəqin buna görə Kərküklərin çox gözəl bir xeyratı var. Dilim dilim, kəs qovun dilim dilim, mən dilimdən vaz keçməm olursam dilim dilim. Bundan böyük olarmı? Vaxt olub ki, sərhədlər olmayıb. Sonradan devlətlər yaranır. Bizim həm dilimizdə, həm folklorumuzda, həm adət-ənənəmizdə heç bir fərq yoxdur. Ləhcə fərqi var. Təbii ki, məsələn götürsək biz Şəki ləhcəsini, siz görərsiniz nə qədər fərqlər var. Elədirmi? Bu təbiidir. Məsələn, Bəndəroğlu Azərbaycan, İraq, Türkmen ləhcələrindən danışarkən deyir ki, Bağdad ləhcəsi ilə ərəblərdə Bəsrə ləhcəsi arasında fərq olduğu qədər bir fərqdir bu Azərbaycan ləhcəsi ilə İraq, Türkmen ləhcəsi. İndi bunların nəyini götürsən, görərsən ki, o birlik, o yaxınlıq var. Məsələn, onların Gəncə ilə bağlı çox qəribə bayatıları var. Bağdad yolu Gəncədir, gülü pəncə-pəncədir. Mən yarımı sevirəm, məhəbbət ölüncədir. Və yaxud da, demə sizdən ırağam, məhəbbət ölüncədir. Hər aylar, hər həftələr, hər aylar, qul qardaşım Bağdaddan Gəncə deyib hər aylar. Əslim Qarabağlıdır, sinəm çarpaz dağlıdır, kəsilib gəlib gedən yoxsa yollar bağlıdır. Bu Nadir Şahdan sonra yollar bağlandı. Dərdə kərəm, dərdim çox, dərdə kərəm. Qoşmuşam qəm cütünü, sürdükcə dərdə kərəm. Orada da burada deyinir. İndi birini deyəcəyim, görüyor orada bir dənə söz fərq var mı? Necə dağlar, qarşıda necə dağlar, yetim yanağı bilir, gözyaşı necə dağlar. Bir baxın nə qədər söz var bayatıda, İynədanın miliyəm, açılmış nar gülüyəm, bir yandan qapı qonşu, bir yandan sevgiliyəm. Siz bu dərinliyə baxın. Bizdə deyir, bir ağac yıxılmasın, yıxıldı, baltalı da yürər, baltasız da. Orada deyir ki, bir daş atar, bir kirəz bir daş atar, tərəzin əyləndə hər gələn bir daş atar. Hey garip, hey hey garip, hey garip harralısan, dertlisən, zavallısan, ürəki qan dolu, garipsən, yaralısan, bir dərtlə şarxadaşım, sən kimsən harralısan, hey garip, hey hey garip, sən kimsən harralısan. Bağa gir gül dərmağa, dost yoluna, sərmağa. Kərkükdən bura gəldim, inan sizi görməyə. Söz verib bizə Kərkük, Baki, Təbrizə Kərkük. Qucaq dolusu salam, duyğu dolusu kəlam, göndərdi sizə Kərkük. Gerçəkdən mən bugün çox xoşbəxtəm, çox mutluyam, çox şadam. Çünki bugün Azərbaycanın Əz-TV'də bulunuram. Burada samimi qardaşlarımızla, bacı qardaşlarımızla, dostlarımızla
Aynı zamanda gönlümüze yakın olan Azeriler ve güzelim Baki çok güzel gördüm, çok şahane gördüm. Binalar, caddeler, yeni dikmeler, bir çalışkanlık var, bir atılganlık var, bir yapım var hamdolsun. Geçen defa gelirken indi bir fark görürüm bunda. Bu da ilerleme var, bunda kalkınma var, bunda hamdolsun yeni projeler vardır. Azerbaycan'a bizim bağlılığımız içtimaiydi, kültüreldi, medeniyatti, dildi, dindi, tarihti. Çünkü bizim ortak payımız olan bir Fuzuli var. O sebil suyudu. Her gelen ondan içer. Tümümüzün malıdır. Bir nesimi var. Aynı zamanda ilişkilerimiz Azerbaycan'la ve Bakü'de çok uzun tarihe dayanmaktadır. Biz de inşallah bu medeni alakaları, bu dostluğu, bu kardeşliği daha ciddi bir şekilde ister devlet tarafından, ister hükümet tarafından, ister parlaman tarafından, ister şair, yazar, edebiyatçılar tarafından, toplum tarafından, halk tarafından daha fazla metinleştirmeye çalışırız inşallah. Geçen defa da geldik, devlet adamlarıyla, hükümetten, parlamentoydan, Ulaştırma Bakanı'yla, naziriyle de görüştük. Biz istirik innen belə Necef'ten Bakü'ye təyyarayla gelinsin, Bakü'den Necef'e aynı gedilsin, ziyaretler daha yakından olur. Çünkü ben gelirken buradan İstanbul'a, İstanbul'dan andan dönürüm Bakü'ye. Dönerken de aynı Bakü'den İstanbul'a, İstanbul'dan Bağdat'a, yani İstanbul'dan Necef'e. Onun için bu bizim ekonomi ilişkilerimiz daha fazla, ticari, bir de turizm. Yani Bakü'nü çok güzel gördüm. Ben eminim Iraklılar gelirler, Bakü'nü görsün güzelliğini, bu Xəzər denizini görsüler, bu yeni yapımları görsüler, bu yaxşı yüzleri görsüler, yaxşı gözleri görsüler. Aynı zamanda Azerbaycan'ın tarixine, şanına, şöhrətine, Kız Qalasıdır. Bütün yerleri görmeleri önemlidir. Bu da neye bağlanır turizm ilişkilerine. Aynı zamanda da bizim aramızda dostluk ve kardeşlik, parlamento ve Irak ve Azerbaycan bir komite kuruldu. Ben de onda üyeyim. Azerbaycan'ın ve Bakü'nün Irak halkı yanında genellikle ve özellikle Türkmenlerin, Kerküklerin yanında bambaşka bir yeri vardır. Ata Tərzibaşı Qarabağlı havasından, Qarabağı uzun Qarabağı havası deyir. Qarabağ şikəstəsidir. Deyir ki, Azərbaycandan gəlib burada. Hətta Kərkükdə Qarabağlı məhəlləsi var. Yəni bu birliyi axtaranda, kökə gedəndə hər şey üzə çıxır. Bilirsiniz, faciələrdən keçmişik, parçalayıblar bizi. Bir parça da indi oradadır. İraq Türkmenlarıdır ki, İraq Azərbaycanlarıdır ki, ancaq bizim son vaxtlar azadlığımız, müstəqilliyimiz bizə çox töhfələr verib. O töhfələrdən biri də bizim əlaqələrimizin bərpasıdır. Əvvəllər bura İraqdan gələ bilmirdilər. İlk gələn Bəndəroğlu olub. O gəldi Nəsiminin yubileyinə, sonra gəldi Sədr Qorqudun 1300 illik yubileyinə gəldi və bizə verilən azadlıq öz töhfələrini verir. Bax, bir həftə bundan əvvəl getdilər də, bir həftə qaldılar burada. Kərküklülərdən 13 nəfər nümayəndə heyəti gəlmişdi. Musiqiçilər gəlmişdi, çalanlar gəlmişdi, şairlər gəlmişdi.
siyasetçiler gelmişti. Bunun əks sədası nədə oldu? Bunlar getdilər bizim rayonlara. Xocabəndə getdilər. Tovuz'a getdilər. Cəbhədə oldular. Qurtuluş günündə Tovuzda bunlar konsert verdilər. Nə boyda əhali yığışmış Heydər Əliyev parkına. Çox böyük bir, möhtəşəm bir park salınıb və Heydər Əliyevin böyük heykəli qoyulub, heykəlin qarşısına gül qoyduq. Sonra konsert oldu. Yalnız Kərküklər oxudular orada. Bax, bu hamı da çıxış elədi. Yəni, bu yaxınlıq elə-belə sözlə deyil. Gərək işləd olsun. O işin işləd olmaq üçün azadlıq, müstəqillik lazımdır. Böyük yaradan onu bizə qismət elədi. Gərək onun qədrini bilək. Nə yaxşı ki, bizim prezidentimiz cənab möhtərəm İlham Əliyev həqiqətən müdrik adamdır. Mən indi yaşlı adamam, dünyanı görmüşəm, siyasetçilər görmüşəm, devlət başçıları görmüşəm. Baxın, bizim prezidentimiz nələr eləyir. Azərbaycan Gülüstan olub. İndi İraqlılar gəliblər. Onlar deyirlər 2 il bundan qabaq olublar burada. Yüksək səviyyəli adamlara. İndi bunlar deyirlər ki, Bakını tanımırıq. Və mən onların səmiyyətinə inanırım. Bu belədir. Mən, bilirsiniz, tarixə də nəzər salanda müqayisə edirəm, düşünürəm, daşınıram və belə görürəm ki, tarixdə yaşayan, qalan qrup yaradan adamlardır. Bax, Şah Abbas məscidi deyirik Gəncədə. Şah Abbasın adı ilə Eurovision oldu. Burada gördünüz, tüm dünyadan gəldilər. Bilirsiniz, onun bəzisi bədniyyətlə də gələn olur. Ancaq əksəriyyəti xoş niyyətlə gedib vicdanı yolu verilməz ki, Azərbaycan haqqında pis danışsa, gördüyünü deyəcək. Bu həm əlaqələrə, həm mədəni əlaqələrə, həm inkişafa, həm xalqın tanınmasında böyük təsir olan məsələlərdir. Mənim arzum budur ki, bir gün biz Kərkükə də, bax necə indi Kərküklər bura gəlir. Biz Türkiyəyə gedirik, istədiyimiz yerə gedə bilirik. Orada çəkinmədən, qorxu hissi keçirmədən biz gedək, gələk, onda siz görəcəksiniz ki, birliyimiz nə deməkdir. Və bu birlik olacaq, mən bunu arzulayıram. Bunu görmək istəyirəm. Turana qılıçdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. Hüseyin Cavit.